Əziz dostlar, axşamınız xeyir olsun. 6 Mart 2025-ci il Alanya mərkəzdəyəm. Gec də olsa hamını Ramazan bayramı münasibəti ilə təbrik eləyirəm. Artıq martın 1-dən oruçluq başladı. Allah hamının orucunu qəbul eləsin. Oruçluğun 6-cı günüdür. Bizdə də Alanya mərkəzdə hər gün axşam Ramazan axşamları tədbiri keçirilir. Belə bir böyük ərazidə böyük çadır qurulub və hər axşam iftardan sonra burada müxtəlif tədbirlər, şou proqramlar keçirilir. Bu gördüyünüz bina Alanya Bələdiyyəsinin binasıdır. Artıq tarixə qovuşur. Yavaş-yavaş bələdiyyə buradan köçürülməkdədir. Bəlkə də artıq tam köçürülüb. Mən də Alanya'ya yeni gəlmişəm, 2-3 gündür və gəldikdən sonra bu Alanya'da ilk videomdur. Burada da Alanya Bələdiyyəsinin bir maşını dayanıb, üzərində güclü yatırımlar, güclü gələcək devizi yazılıb. Yəni Alanya gələcəyə yatırımlar edir. Ramazan axşamları hoş gəldiniz Alanya'da və hər gün bu tədbir keçirilir. İnsanların gəlib əylənməsi üçün gözəl bir yerdir. Uşaqlar üçün əsasən sağ tərəfdə böyük park var. İndi isə bura daxil oluruq və burada üç dildə Ramazan bayramı haqqında, İslam dini haqqında məlumat verilir. İngilis, Rus və Türk dilində. Hoş gəldin ya şəhri Ramazan. Burada böyük aypara, ulduz içərisində və burada da Ramazan proqramı var. 1 Martdan 28 Marta qədər kimlər çıxış edəcək, hansı şou proqramlar, hansı müğənnilər var. Bütün hər şey burada qeyd olunur. Çox yüksək səviyyədə, maraqlı şəkildə təşkil olunmuş bir Ramazan axşamları tədbiridir. Burada sağ tərəfdə böyük çeşmə var, İkram çeşməsi. İnsanlara orada pulsuz ya su verilir ya da ki meyvə suyu ola bilər. Burada sol tərəfdə balaca masalardır. Nəsə yeyib içmək alanlar oturub burada yeyib içə bilərlər. Ramazan hatırası, şəkil çəkmək üçün yer. Qarşıda 2 dənə böyük monitor qurulub. Havanın temperaturu çox isti keçir havalar. Hətta axşam vaxtı 20-21 dərəcə isti var bugün. Bu tərəfdə tropik meyvələr